Qarşımızdakı 20 saniyə boyunca sizə bir söz deyəcəm. Həmin sözü bu lövhəyə çəkməlisiniz, amma gözü bağlı şəkildə. Olar. Buyurun. Siz çəkin, mən də yeni çıxmış bizonun dadına baxım. Bu qulağıdır yoxsa gözü? Birinci qulaq. Məncə daha çox bu dəqiqə şar çəkirsiniz. Açın gözünüzü, açın. Oxşayır sizcə? Məncə də oxşamır. Görək növbəti adam tapa biləcəkmi? Səncə şəkildəki nədir? Ola seçə bilmirəm. Yaxşı fikirləş. Bunun hansı ki 4 dənə ayağı var? Quşa oxşuyur da yəni. Quş olar. Yox, quşda 2 dənə deyildi. 4 dənə ayağı var. Aha. Yaxşı, 2 əli 2 ayağı. Pişik olar. Düzdür. Quş çəkirsən. Bu gün heyvanlarla aramız yaxşıdır. Özüm heyvanları sevirəm ona görə. Satılmaz salat quş. Tam olaraq nə çəkirsən? Bazardım budur. Nə ayaqları vardı 2 dənə belə. Quş. Nəsə böcəkdir, amma Bəlkə də arı ola bilər. səhvdir, yaxşı fikirləşin, amma Çəpənək. oxşarlığı var. Qarışqa. Yox. Nə ola bilər? Quş. Quş. Bəli, oxşayır. Yox. 20 saniyə vaxtınız var və fil çəkirsiniz. Heyvanlarla aranız necədir ümumiyyətlə? Yoxdur. Yoxdur. Mən filləri o qədər çox sevirəm ki. Məncə çox oxşadı. Gözünüz açın. Eynisidir. Hava oldu. Zürafə də bənzəyir. Zürafanın bu qədər burnu var ki. Məncə boyunla səhv saldınız siz. Fil də ola bilər. Düzdür. Təbriklər, bizdən bizon qazanırsınız. Deməli, siz çəkirsiniz, hansı ki burada bütün heyvanlar toplaşır. Gözünüzü bağlayıb çəkin. Gözünüzü bağlayın. Məncə gözü açıq olsa belə çəkə bilmir. Bəs sizcə şəkildəki nədir? Düzgün tapan şəxs bizdən hədiyyə qazanır. Yol üstü də biz onu içdiniz. Narahat olmayın, bizdə bizon çoxdur, sizə bizon verəcəyik. Həmçinin düzgün tapan şəxsədir.